və abituriyentlər, bu dəfə biz sizlər üçün MİQ çərçivə sənədinə daxil edilmiş, yeni daxil edilmiş Xəlil Rza Ulutürkün Layla mənim, Nərəm mənim şeirini sizlər üçün təhlil edəcəyik. İlk öncə vurğulayaq ki, Xəlil Rza Ulutürkün MİQ çərçivə sənədində olan Qaytar mənim qüdrətim Azərbaycan şeiri vardır. Xəlil Rza Ulutürk vətənini çox sevən, vətəninin dar gündə tribunalarda ən yüksəkdən səsi gələn məsələ Xəlil Rza Ulutürk olmuşdur. Dəfələrlə o həbs edilib, zindana salınmış. Deməli, orada onun hətta yazmaq, deməli, yaratmaq üçün qələmini də, kitabını, dəftər qələmini də əlindən almışdır. Lakin yenə də o öz əqidəsindən dönməmişdir. Deməli, vətəninin amalı uğrunda, azadlığı uğrunda, onun belə deyək, istiqlaliyyəti uğrunda əlindən gələni əsirgəməmişdir. Və baxaq görək Xəlil Rza Ulutürk bu şeirlə bizə nəyə çatdırmaq istəmişdir? Əsərin ilk öncə qeyd eləyək ki, adı Layla mənim, Nərəm mənim səsləndirilir və biz əsərin vahidini, şeirin vahidini tam şəkildə deyə bilmirik. Ona görə ki, bəndlər şəklində verilməmişdir. Və gəlin baxaq görək, bu ilk 2 misraya laylalarla başlayır. Yəni laylalardan verilmiş 2 misra ilə başlayır. Laylay dedim yatsana, yatasan, qızıl gülə batasan. Deyir ki, laylay dedim yatasan, qızıl gülə batasan. Aha, bir də ki, bir şey qeyd edeyim ki, ixtisarla verilmişdir və burada sanki bir nəfər laylay deyir ana və müəllif deyir ki, hardan gəlir bu səs səda? Bəlkə illər arxasında layla çalır, gəlin ana deyir ki, bu səs səda hardan gəlir? Bəlkə deyir illər arxasında gəlin layla çalır. 4 qulacıyıb bir yürüyük nədir? Uşağı içərisinə qoyursan, yelləyirsən. Bənd eləmiş kəhkəşana. Bəs kəhkəşan nədir? Gecələr gözündə ağ yol şəklində görülən ulduzlar topasıdır, süd yolu və yaxud da ki, hacılar yolda deyirlər buna. Layla çalır gəlin ana, yeləndikcə kiçik yürüyük, gedib dəyir bu ulduzdan o ulduza. Layla axır, çocuk baxır, bəs nə üçün mürgüləmir? Mürgüləmək yatmaq deməkdir. Yəni, o deyir, çimir eləmək qısa bir müddət ərzində yatmaq. Daha doğrusu yatmağa doğru gedərkən gözünün yumulmasını mürgüləmək adlandırılır. Təmizləyək buranı, bircə dəqiqə baxaq görək. Aha, deyir ki, bayaq ana südü əmib, indi ana ruhu əmir. Bayaq ana südü əmmişdi, indi isə deməli, ana ruhu əmir. Baxın, burada bu hissəni görürsünüz. İxtisar olub böyük bir qismi. İllər ötdü, yaşa doldum, anladım ki, ana dilim ürəyimdən çıxmaz mənim. Deyir, illər ötdü, mən yaşa doldum və başa düşdüm ki, mənim ürəyimdən ana dilim çıxmaz. Doğransam da dilim deyir, heç vaxt çıxmayacaqdı. Anladım ki, sinəmdəki sözlər babaların nəfəsidir. Deyir, mən başa düşdüm ki, sinəmdəki sözlər babaların daha doğrusu anladım ki, deyir, sinəmdəki sözlər deyil, babaların nəfəsidir. Dizlərimə taqət, qüvvət, gözlərimə işıq verən Çənlibildə at oynadıb şimşəklərlə qoşa gedən igidlərin nərəsidir. Məhv olarsa bir gün bu deyil, Göygöl onda Göygöl deyil. Ümumiyyətlə, dil barəsində dil mövzusuna bir çox əsərlərdə toxunulur. Məsəl üçün, Azadda var idi, Gələcək gündə var idi, Xoşdbanın Natavanda var idi. Bir deyək, deməli, var idi Azadda. Sonra ikincisi Xoşdbanın Natavanda var idi. Sonra üçüncüsü deməli, bax, həmin bu misradan, bu bənddə Nizamilər, Füzulilər ifadəsini biz görürdük. Əlin qələm sinən dəftər. Nizamilər, Füzulilər, əlin qələm sinən dəftər, digərsinin hər nəyin var, deyilən söz yadigardır. Orada Füzulinin adını görürdükmü? Bəli, görürdük. Sonra Vaqif dramında deməli, Nizamilər, Füzulilər ifadəsi keçir. Mənim dilim məğrur baxmış, üzərindən gəlib keçmiş, ürəyini dəlib keçmiş oxların qanlı ucuna. Deyir ki, mənim dilim üzərindən gəlib keçib, ürəyini dəlib keçən oxların qanlı ucuna məğrur baxıbdır. Yəni, dözümlü, igidcəsinə, qürurlu daha doğrusu. Baş əyməmiş fatihlərin qol zoruna, fatihlərin, yəni fatihlərin işğal edənlərin, fatih işğal edən deməkdir. Fatihlərin qol zoruna, dil zoruna, qılıncına, qırmancına, baş əyməmiş, baş əyməyir, əyməyəcək. Kim qoruya bilməyirsə öz yurdunu,
Kim qoruya bilməyirsə öz yurdunu, yuvasını, udmasın yurt havasına. Burada bir qarğış gördüyümü, bəli. Nə gördük? Qarğış. Kim qorumur öz dilini içsin mənim gözlərimdən ilim-ilim. Öz dilini qorumayan mənim gözümdən ilim-ilim içsin. O sahili bu sahilə birləşdirən Polad körpüm qılıncımdır. Günəşimdir mənim dilimdir. O sahili bu sahilə birləşdirən Polad körpüm qılıncımdır mənim dilim. Əsərin mövzusu nədir? Milli ruh, ana dili vətənə sevgidir. İdeyası ana dili xalqın ruhudur. Dilimizi qorumaq hər kəsin borcudur. Dil bizim milli varlığımızdır. Deməli, kimi ifadələr vardır. Beləcə, deməli, ümidvaram ki, sizlər üçün faydalı olacaq.